Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, ümma ba'd. İlk önce değerli kardeşler, her birinizi Allah Subhanahu ve Taala'nın salamıyla salamlayıram. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Ve sonra Allah Subhanahu ve Taala'ya sonsuz həmsənalar olsun ki, Allah Taala yenə də bizi müvəffəq etdiyi belə bir gözəl məclisə, Allahı zikr etməyə, cəm olmağa. Həmçinin bu məclisi təşkil edən qardaşa da Allah Subhanahu ve Taala xeyir bərəkət versin. Və sonra değerli kardeşler, inşallah mövzu İbn Qayyim Rahimahullah'ın El-Vabil-i Sayyib Minel Kelim-i Tayyib kitabından inşallah devam edəcəyik. Və İbn Qayyim Rahimahullah riyakarlıq haqqında, riyakarlıqdan danışarkən deyir ki, bir məşhur bir hədisdə gəlmişdir ki, həqiqətən qul gizlində elə bir əməl edir ki, onu yalnız Allah Subhanahu ve Taala görür. Fəyətəhəddəfu bihi. Sonra o əməli, etdiyi əməli danışar. Beləcə həmin əməl gizli əməllər dəftərindən açıq əməllər dəftərinə keçir. Sonra isə o əməl həmin dəftərdə açıq şəkildə necədirsə, elə də qeyd olunur. Əgər o əməlindən əməl sahibi şöhrət qazanmaq üçün, mövqe və yaxud da hörmət üçün, bu məqsədlə Allahdan başqalarının yanında dəyər qazanmaq üçün danışarsa, Allah Subhanahu ve Taala o əməli puç edər. Yəni o əməl batil olar. Elə bil ki, o əməli elə öncədən bu məqsədlə etmişdi, bu niyyətlə etmişdi. Və sonra Şeyx İbn Qayyim Rahimehullah deyir ki, əgər belə deyilərsə ki, bəs bu adam tövbə etsə, əməlinin savabı ona qayıdırmı? Cavab belədir ki, əgər o əməli Allahdan başqası üçün edibsə və onu bu niyyətlə yerinə yetiribsə, o zaman o əməl tövbə etməklə salih əmələ çevrilməz. Əksinə, tövbənin faydası yalnız ondan həmin günahın cəzasını silmək olar. Beləcə o əməl nə onun xeyrinə olar, nə də ki, əleyhinə olar. Amma əgər o əməli yalnız ixlasla, sırf Allah üçün edibsə və sonradan ona özünü bəyənmə, yəni ucub gəlibsə, riyakarlıq gəlibsə, yaxud əməlindən danışıbsa, sonra bundan, yəni etdiyi riyakarlıqdan, ucubdan tövbə edib peşman olubsa, bu halda onun əməli, savabı ona qayıda bilər. Əməli batıl olmaz. Bəzi alimlər isə belə deyiblər. Əməlin savabı onu qayıtmır. O adam yenidən əməl etməlidir. Bu məsələ də bir əsas qaydaya əsaslanır. Yəni, bu əsas odur ki, mürtədlik, yəni dindən dönmək, mücərrəd olaraq əməli dərhal batil edirmi? Yəni, insan xeyir əməllər üzərində olur, sonra mürtəd olur. O mürtəd olması ilə dərhal onun əməlləri batil olurmu? Əvvəlcədən etdiyi əməllər. Yoxsa əməli yalnız insanın mürtədlik halında ölməsi ilə batil olarmı? Bu barədə alimlər arasında iki məşhur rəy var. Və bu iki rəyin hər ikisi İmam Əhməd Rahimahullah'dan nəql olunan iki rəvayətdir. Əgər desək ki, mürtədlik, riddə yəni, tək başına əməli batil edir, o halda nə vaxt yenidən İslam'a dönərsə, əmələ, yəni ibadətə yenidən başlamalıdır. Və İslam'a girməzdən əvvəl etdiyi bütün əməllər batil olar. Əgər deyəcək ki, deyir, yalnız mürtəd halında ölərsə, əməllər batil olur. O halda nə vaxt yenidən İslam'a dönərsə, onun əməl savabı da ona qayıdır. Eləcə də qul bir yaxşı əməl etdikdən sonra onu batil edən pis bir əməl edərsə, yaxşının savabını silən bir günah işləyərsə, sonra o pis əməldən, yəni günahdan tövbə edərsə, o əvvəlki yaxşı əməlin savabı ona yenidən qayıdırmı? Bu məsələ də həmin əsas, öncədən zikr olunan əsas qayda üzərindən çıxarılır. Və bu məsələ barədə İmam İbn Qayyim Rahimehullah deyir ki, qəlbimdə, yəni içimdə deyir, həmişə bir tərəddüd, bir sual, bir fikir qalmışdı. Və bu məsələdə deyir, doğru olanı tapmağa daim deyir, çox həvəsli olmuşam. Və bu məsələdə deyir, məni tam razı salacaq, aydın cavab verəcək heç kəsi görmədim. Və deyir ki, mənə zahir olan, doğru olan budur ki, Vallahu Teala aləm və bihil müstəan və la havlə və la quvvətə illə billah. Yəni deyir, mənə doğru olan, mənə doğru gələn, mənə zahir olan budur ki, yaxşı əməl, yaxşı və pis əməllər deyir, bir-birini dəf edir. Yaxşı və pis əməllər bir-birini dəf edir. Yəni bir-birlərinə mübarizə aparır və bir-birinə qarşı durur.
və hökm onlardan hansının üstün gəlməsinə görə verilir. Üstün gələn tərəf məğlub olanı məğlub edir və hökm də onun xeyrinə olur. Sanki məğlub olan əməl heç olmamış kimi olar. Belə ki, əgər qulun yaxşı əməlləri üstün gələrsə, onun çoxlu savab əməlləri günahlarını silər, yox eləyər. Və nə vaxt o pis əməldən, günahdan tövbə etsə, onun bu tövbəsindən çoxlu sayda yaxşı əməllər hasıl olar. Və bu tövbədən doğan yaxşı əməllər bəzən günahla batıl olmuş, günah səbəbindən batıl olmuş əvvəlki yaxşı əməldən daha artıq və üstün ola bilər. Belə ki, əgər tövbə qəti qərarla edilərsə və doğru olarsa, səmimi olarsa və tövbə qəlbin dərinliklərindən doğarsa, yəni tam səmimi bir qəlbdən nasuh tövbə olarsa, o həmin tövbəsi toxunduğu bütün günahları yandırıb məhv edər. Sanki o günahlar heç vaxt olmamış kimi. Çünki günahdan tövbə edən sanki heç günah etməyən kimidir. Hakim İbn Hizam radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmlə soruşur ki, müşrik ikən etdiyi kölə azad etmə, qohumlarla əlaqə saxlama və yaxşılıqlar, ehsanlar, bunların savabı ona verilərmi? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sən keçmişdə etdiyin yaxşı əməllərin, xeyirlərin üzərində, yəni onlarla İslam'a gəldin. Yəni onları da İslam'a gəlməklə özünlə gətirdin. Yəni əvvəl etdiyin yaxşı əməllərin savabı sənə qalır. Bu hədis göstərir ki, İslam ona şirk səbəbindən batıl olmuş həmin yaxşı əməllərin savabını da qaytardı. Beləcə, şirkdən tövbə etdikdən sonra əvvəlki yaxşı əməllərinin savabı da ona geri qayıtdı. Eləcə də, əgər qul səmimi, doğru, sadiq və ixlaslı bir tövbə ilə nasuh tövbə edərsə, o tövbə ondan əvvəl olan bütün günahlarını yandırıb məhv edər və onun əvvəlki yaxşı əməllərinin savabını ona geri qaytarar. Bu da göstərir ki, pis əməllər və günahlar qəlbin xəstəlikləridir. Necə ki, qızdırma və ağrılar bədən xəstəliyidir, günahlar da, asiliklər də, pis əməllər də qəlb xəstəlikləridir. Əgər xəstə öz xəstəliyindən tam şəkildə şəfa taparsa, yəni tam sağalarsa, ona əvvəlki qüvvəsi, hətta ondan da artıq bir güc qayıdar. Sanki o heç vaxt zəifləməmiş kimi olar. Beləcə əvvəlki qüvvə, bədən sağlamlığı, yəni əvvəlki sağlamlıq yaxşı əməllərə bənzəyir. Xəstəlik günahlara bənzəyir. Sağlamlıq və afiyyət isə tövbəyə bənzəyir. Necə ki, bəzi xəstələr vardır ki, zəif şəfa tapdıqları üçün onların sağlamlıqları bir daha geri qayıtmır. Yəni tam şəkildə geri qayıtmır. Bəziləri isə səbəblərin qarşılıqlı təsiri və bir-birini dəf etməsi sayəsində onların sağlamlığı əvvəlki kimi geri qayıdır və bədən əvvəlki kamil, tam halına geri dönür. Bəziləri isə əvvəlkindən daha sağlam bir vəziyyətə qayıdırlar və əvvəlkindən daha güclü və daha gümrah olurlar. Çünki sağlamlığa səbəb olan əməlləri, zəiflik və xəstəliyə səbəb olan əməlləri məğlub edib, üstün gəlir. Hətta bəzən elə olur ki, bu şəxsin xəstəliyi onun sağlamasına səbəb olur. Tam şəfa tapmasına səbəb olur. Necə ki, şair də deyir, bəlkə də deyir, sənin danlağın, qınağın nəticələri xeyr olar. Yəni, insanın danlanması, bir də görürsən, nəticə olaraq onun xeyrinə olur. Və bəzən də bədənlər xəstəliklər sayəsində sağlamlıq tapır. Eləcə də qul da tövbədən sonra bu üç mərtəbədən, bu üç dərəcədən birində olur. Yəni, tövbədən sonra qul bu üç haldan birində olur. Birincisi odur ki, bəziləri əvvəlki halına tam qayıda bilmir. Bəziləri əvvəlki halına tam dönür. Bəziləri isə əvvəlkindən daha kamil, daha möhkəm və daha güclü olurlar. Sonra Şeyx İbn Baz rahiməhullah, İbn Qeym rahiməhullahın bu sözlərinə izah verərkən deyir ki, bu çox mühüm bir mövzudur. Əgər bir qul öz nəfsindən zülm edib, günahlara dalarsa, yaxud Allaha qarşı küfr edərsə və eyni zamanda da onun əvvəllər etdiyi salih əməllər də varsa, sonra da Allaha tövbə edərsə, belə olan halda onun salih əməlləri qalırmı, yoxsa günahların və ya küfrün təsiri ilə batıl olurmu? Quran-ı Kərimdə buna dəlalət edir ki, əgər qul tövbə edib, uca və əzəmətli Allaha tərəf dönərsə, onun əvvəlki yaxşı əməlləri qalır və batıl olmur, puç olmur. Müəllifin İbn Qeym rahiməhullahın qeyd etdiyi bu çətin məsələni Quran-ı Kərim artıq açıq, aydın şəkildə bəyan etmişdir. Və müəllif özü də, İbn Qeym rahimehullah özü də bu doğru olan rəyə qayıtmışdır sonda.
Yəni doğru olan rəy budur ki, əgər qul tövbə edib Allaha dönər və tövbə halında ölərsə, onun əvvəlki salih əməlləri yox olmur, qalır, sahibinə qalır. Və bu əməllər batil olmur, lakin asılı qalır. Əməllər insan dünyada olduqca asılı qalır. Əgər küfr üzərində ölərsə, batil olur, iman üzərində ölərsə, o əməllər onun özü üçün qalır. Və onun salih əməlləri imanına və təqvasına, yəni Allah Subhanahu və Taala'dan qorxusuna uyğun şəkildə olar. Onların səhv və dəyərli olması məhz buna görə müəyyənləşir. İmanına və təqvasına görə. İman və salih əməllər nə qədər güclü olsa, mükafat da bir o qədər çoxalır. Və iman və salih əməllər zəiflədikcə, mükafat da buna müvafiq şəkildə azalır. Küfrdən əvvəl etdiyi, yəni əvvəlki əməllərinə gəlincə, onlar asılı vəziyyətdə qalır. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm Hakim ibn Hizamə radiyallahu anh demişdi ki, sən keçmişdə etdiyin yaxşı əməllərlə İslam'a girdin. Keçmişdə etdiyin yaxşı əməllərlə İslam'a girdin. Allah Subhanahu və Teala buyurur ki, İnnellezîne keferu ve mâtu ve hum kuffarun ulaika aleyhim la'netullah vel melâiketi ven nâsi ecmaîn. Şübhəsiz ki, kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti vardır. Və burada, yəni Allah Subhanahu və Taala'nın lənəti küfr halında ölməklə şərtləndir. Başqa bir ayətdə Allah Subhanahu və Taala buyurur ki, فَيَمُدْ وَهُوَ كَافِرٌ فَاُولَٰئِكَ حَبِتَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ. Kim kafir olaraq ölərsə, onların əməlləri həm dünyada, həm də ahirətdə puç olar. Və bu ayətdə də əməllərin batil olmasını küfr halında ölməklə bağlıdır. Bu izah açıq şəkildə göstərir ki, əməllərin batil olması ölüm anında küfr üzərində qalmaqla şərtlənir. Tövbə edib İslam'a dönən kimsənin əvvəlki salih əməlləri isə ona geri qaytarır, qorunur. Və bu ayələr açıq-aşkar göstərir ki, belə bir şəxsin salih əməlləri müəyyən qədər asılı vəziyyətdə qalır. Yəni, nə vaxt ki, Allah Subhanahu və Teala ona tövbə nəsib edər və o haqqa doğru dönərsə, həmin salih əməllər onun üçün qalır. Eyni ilə Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründəki kafirlər də bu haldadılar. Onlardan bəziləri həcc, sədəqə, qohumluq əlaqəsi saxlamaq və yaxşılıqlar, bu kimi çoxlu, yəni başqa yaxşı işlər görmüşdülər. Və onlar bu əməlləri Allah üçün etmişdilər. Sonra Allah Subhanahu və Teala onları hidayətə yönəldib, İslam'a gətirdi və beləliklə bu əməllərin savabı da onlar üçün qaldı. Bu ifadə açıq-aşkar göstərir ki, ixlasla, yəni Allah Subhanahu və Teala'ya görə edilən salih əməllər şirkdən əvvəl olsa belə, şirk dövründə olsa belə, insan İslam'a girib tövbə etdikdən sonra onun üçün savabı Allah Subhanahu və Teala tərəfindən qorunur. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Hakim ibn Hizamə dediyi kimi, sən keçmişdə etdiyin yaxşı əməllərinlə birlikdə İslam'a gəldin, İslam'a girdin. Və bu həqiqətdir. Şeyx deyir ki, yəni bu həqiqətdir. İnsan diri olduqca onun salih əməlləri batil olmur. Lakin, əgər küfr halında ölərsə, həmin əməllər batil olur. Əgər İslam üzərində ölərsə, Allah Subhanahu və Teala onu hidayət edib, tövbə ilə geri göndərərsə, onun salih əməlləri qalır və Allah ona həmin o salih əməllərin savabını verir. Bu isə Allah Subhanahu və Teala'nın lütfüdür, mərhəmətidir. Lakin onun imanı, salih əməlləri və ixlası nə qədər qüvvətli və kamil olarsa, savabı da bir o qədər çox olar. Və sonunda Allah Subhanahu və Teala'dan dilirəm ki, Allah Teala bizləri eşitli faydalanlardan eləsin və eşitdiyi haqqa gözəl şəkildə tabi olan qullarından etsin və batili də batil kimi görüb, ondan çəkinməyə müvəffəq eləsin. Subhanəkallahumma bihamdik və şəhədən la ilahe illə ənt və estəğfiruka və etûbü ileyk.